Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə əsla yaxşılığa nail ola bilməzsiniz. Ali İmran surəsi ayə 92. Komandirinin cibində bir məktub vardı. Onun kənarı bir qədər görünürdü. Ondan soruşdum: Hacı Mehdi, bu məktub sənə gəlibmi? Sərdar Zeynuddin bir müddət cavab vermək istəmədi. Amma mən israr etdikdən sonra dedi: Qızım yeni dünyaya gəlib. Onun şəklini bu məktubun içində mənə göndəriblər. Amma mən hələ məktubu açıb oxumamışam. Təəccüblə soruşdum: Niyə? Dedi, qorxuram ki, övladımın məhəbbəti qəlbimi tutsun və onun sevgisi ayaqlarımı zəiflətsin. Cəbhədə qalıb əməliyyata davam edə bilməyim. O, Allah yolunda ən sevdiyi şeylərdən, yəni övlad məhəbbətindən keçdi və Allah da ona ən ali dünya və axirət məqamını nəsib etdi. Bu hadisəyə bənzər bir hekayəni 92-ci Ordu Korpusunun komandiri şəhid general Məsud Munfərid Niyaki haqqında da eşitmişdik. Bir əməliyyatın ortasında ona xəbər verdilər ki, qızının vəziyyəti yaxşı deyil. Ona dedilər ki, gəlib onu müalicə etdirsin. Cavab verdi: Bu döyüşçülər də mənim övladlarımdır və o cəbhədə qaldı. Bir neçə gün sonra qızı dünyasını dəyişdi. O isə əməliyyatın sonuna qədər cəbhədə qaldı və qızının 40 mərasimi üçün icazə aldı. Onlar başa düşmüşdülər ki, dinimizin ən mühüm göstərişlərindən biri budur ki, insan bu dünyaya bağlı olmamalıdır. Əgər insan salihlərin məqamına və cənnətə çatmaq istəyirsə, sevdiyi şeylərdən keçməlidir. İstər var dövlətə, istər övlada, ən kiçik bağlılıq insanın kamil olmasına mane olacaq və ölüm anında imanını əlindən alacaq. Çünki şeytan məhz o anda insanın ən sevdiyi şeylərə olan bağlılığını bəhanə edərək o yoldan insana təsir etməyə çalışır. Şahidlərdən biri deyirdi: Bir komandirimiz var idi ki, hər şeyindən keçmişdi. Hətta hamıdan daha az məzuniyyət götürürdü. Şəhadətə hazır idi, amma bir təsbihi var idi ki, həmişə əlində olurdu. Deyirdi, şəhid dostlarımın mənə yadigarıdır. Döyüş gecəsində və şəhadətindən bir neçə saat əvvəl ona dedim: Çox gözəl təsbihim var. O əvvəl təsbihə, sonra mənə baxdı. Onu mənə hədiyyə etdi və dedi: Qorxuram ki, bu təsbihə bağlanım. Şəhidlər və bu ayəyə əməl edən böyük şəxsiyyətlər arasında İmam Xomeyni kimi misilsiz bir şəxsiyyəti xatırlamaq olar. Ruhullah Xomeyni uşaq yaşlarında atasını və anasını itirdi və böyük çətinliklərlə böyüdü. Bizim əziz imamımız hələ o dövrlərdən öyrənmişdi ki, heç bir şeyə bağlanmamalıdır və o bunu əməli olaraq da sübut etmişdi. Onun gənclik dostlarından biri deyirdi: Bir gün onun otağına getdim. Onun qarşısında gözəl və rəngli bir qarpız vardı. Ondan yemək istəyirdim, amma Seyyid Ruhullah dedi: Sən bundan yeyə bilməzsən. Təəccübləndim. Niyə? Sonra bir dilim qarpız götürüb ağzıma qoydum. Təəccüb etdim, qarpız şor idi. Sonradan anladım ki, o qarpızın ləzzətini özündən uzaqlaşdırmaq və hətta qarpız yeyəndə belə Allah rızasını qazanmaq üçün bunu etmişdi. İmam Xomeyni Nəcəfdə sürgündə olduğu zaman evinə istilərdən qorunmaq üçün bir kondisioner almışdı. Lakin o kondisionerə olan ehtiyacına baxmayaraq, onu ehtiyac sahibi olan İranlı ailələrdən birinə hədiyyə etdi. Başqa biri imam üçün qazla işləyən bir kondisioner almışdı. Amma imam onu yenə də başqalarına bağışladı. O, həyatını minimum imkanlarla yaşayırdı ki, dünya sevgisi qəlbinə daxil olmasın və Allahın bu ilahi ayələrinə əməl edə bilsin. Lakin imamın ən böyük imtahanı övladının itkisi idi. İmam böyük oğlu Ağa Mustafaya övladı kimi yox, İslamın gələcək ümidi kimi baxırdı. Onu çox sevirdi və hər gün onunla birlikdə idi. Mustafa Nəcəfin görkəmli alimlərindən biri idi və imamın elmi və siyasi yolunu davam etdirə bilərdi. O, Nəcəfin böyük alimləri ilə əlaqədə idi. Gənc, çox savadlı, tədqiqatçı və olduqca zarafatçıl bir insan idi. Çoxları deyirdi: İmam Ağa Mustafaya bağlanıb. Lakin onun şəhadəti inqilabın qələbəsindən bir il əvvəl baş verdi və imamın bu hadisəni qarşılama tərzi hamıya anlatdı ki,
o dünya sevgisini Allah rızası üçün tərk etmişdir. Mustafa'nın vəfat etdiyi gün və onun dəfnindən sonra imam dərslərini davam etdirdi və heç birini təxirə salmadı. O insanlara öyrətdi ki, Allahın rızası üçün gərək bütün sevdiklərindən rahatlıqla keçməyi bacarasan.